Hər kəsə salam uşaqlar. Başlayaq sizə söz verdiyim sınağın izahına. Buradakı suallar əsasən güvən səviyyəli suallardır. Güvənin sınaqlarında əvvəlki illərdə sınaqlara düşmüş və elə 2025 kitabımızda da olan suallardır bir çoxu. Demək, başlayırıq birinci sualdan. Çoxluq mövzusu deyir ki, rənglənmiş hissəni tapın. Rənglənmiş hissələr uşaqlar bura və buradır. Və biz bunları necə tapırıq? Variantlarla təbii ki işləyirsiniz. Variantları bir-bir yoxlayırsınız ki, hansısa sizə yazılmışı verir, əgər birbaşa tapa bilmirsinizsə. Demək, mən baxıram ki, variantlardan burada Y variantı düzgün cavab. Niyə? Çünki sən A ilə B-ni birləşdirsən, birinci növbədə diqqətlə baxın. Belə bir hissə alacaqsan, düzdür? Daha sonra deyir ki, S-ni kəsişdir. S-ni kəsişdirmək nə deməkdir uşaqlar? Gəlin fəqirləri göstərin. Yəni sən S çoxluğunda çəkirsən üstünə. Kəsişmə rənglərin kəsişdiyi hissədir. Yəni ki, ortada tünd göyrəkdə yaranan hissə var, bənövşə rəngdə yaranan hissə var. Bax, söhbət buradan gedir. O hissə bizim kəsişməmiz olur. Demək, mən bunların hamısını silirəm. Sadəcə o hissəni rəyləyirəm. Kəsişmə yəni budur. Birinci mötərizəmizin cavabı budur. Sonra da davamında deyir ki, AB kəsişməsini çıx. Bu işarə fərqi idi də, yadınızdadır yəqin ki. AB kəsişməsini buradan çıxıram. AB kəsişməsi buradır. Mən indi göy hissədən səhrai hissəni çıxsam, bizdə nə qalacaq? Sadəcə bu və bu hissə qalmış olacaq. Ümid edirəm aydındır. Variantlardan işləyəndə sizə kömək olacaq. İkinci sual. Deyir ki, ABC kəsirləri verilib, bir müqayisə elə. Aha, baxırıq necə müqayisə eləyə bilərik. Məsələn, mən görürəm ki, burada ya sürət, ya məxrəc bərabərləşdirə bilərsən. Bəzi hallarda elə olur ki, kəsirlərin sürət və məxrəclər arasında eyni vahid fərq olur ki, burada ondan deyil. Misal üçün deyirəm, 2, 9, 11 arasında 9 vahid fərq var. Burada 11 vahid fərq var. Burada 13 vahid fərq var. Yəni, fərqlər eyni deyil də. Fərqlər eyni olanda yadınıza gəlsə deyirik ki, əgər kəsirlər düzgün kəsirdirsə, hansı ədədlər böyüksə o böyük olurdu, hansı ədədlər kiçiksə kiçik olurdu. Amma düzgün olmayan kəsir olsa, əgər aralarında eyni vahid fərq varsa sürət və məxrəcin, rəqəmlər böyük olan daha kiçik kəsir olurdu. Amma bu ondan deyil, çünki fərqlidirlər. Adətən uşaqlar qarışdırırlar. Burada sürətlərə yerləşdirmə bizim üçün daha məqsədə uyğundur. 2, 4, 8. Hamısını 8-ə gətirə bilərəm. Onda A ədədini yazacağım 8-də. Əgər sürəti 4-ə vurdumsa, məxrəci də 4-ə vurub 44 eləməliyəm. B-ni sürətin 8 eləyirəmsə 2-yə vururum, onda məxrəci də 2-yə vurub 30 yazıram. S ilə uşaqlar işimiz yoxdur, o olduğu kimi də qaldı. İndi kəsirləri müqayisə edəndə eyni sürətləri varsa, məxrəci hansının kiçikdirsə ən böyük o olur. Bizdə ən kiçik məxrəc burada S-dədir. Demək ki, ən böyüyümüz odur. B ortancıldır. A-mız isə ən kiçiyimizdir. Variantlarda bu və yaxud da bunun tərsinə çevrilmiş versiyası olmalıdır. Bu şəkildə. Deyəsən, cavab olur D variantı. Baxaq, üçüncü suala. Neçə faizli duz məhlulunun 5-də 2 hissəsini buxarlandırdıqda 60 faizli məhlul alınır. Buradan bizdən nəyi soruşur? Məhlulun faizliyini soruşur, miqdarını yox. Mən məhlulumu 100 götürürəm, ta ki 100 millidir, düzdür. Faizini bilmirəm, olsun x faiz. Bölürəm bunu 2 hissəyə. Duz məhlulu deyə biri duz olurdu, biri su olurdu. İndi 100-ün x faizi duzdursa, elə bura x yaza bilərəm də. Çünki 100-ü x-ə vurub 100-ə bölündə zaten x qalacaq. Aha, su da olacaq 100 sıx x. Hələ ki qalsın, ondan ciddi işimiz yoxdur. Deyir ki, duz məhlulunun 5-də 2 hissəsi buxarlandı. İndi mən məhlulumun miqdarını 100 götürmüşdümsə, 100-ün 5-də 2 hissəsini tapıram. 5 ilə 100 ixtisar gedər qalar 20, 20 də 2-yə vuranda olar 40. Demək, duz məhlulundan mən 40 milli buxarlandırmalıyım. Buxarlandırma nəyə aiddir uşaqlar? Biz buxarlandıranda oradan nə azalır? Su azalır. Ona görə zəhmət çəkirəm, sudan çıxıram 40-ı. Eyni zamanda ümumi miqdardan da 40-ı çıxmalıyam. Deyir 60% məhlul alınır. İndi bu dönüşür yeni bir sxemə. Ümumi miqdarımız olur 100-dən 40 çıxdığımız üçün 60. Faizimiz artıq dəyişib olub 60% və yenə də sxemimizi tamamlayıb duz su yazıram. Duz x olaraq qalıb, o miqdarı dəyişmir. Amma su artıq, demək 100-dən 40 çıxdıq 60, olur 60 çıx x. Nədir məsələ? Bizdən soruşur faizimiz, yəni x-i tapmalıyıq. Normalda uşaqlar bu hissələri silirəm. Aha, normalda biz duzu tapmaq üçün ümumi miqdarın faizini tapırdıq da. İndi burada da ümumi miqdar 60-dırsa, 60-ın 60%, yəni 60 vur 60% bölü 100 bizə verməlidir duzu, yəni x-i. Başqa sözlə desək, x olacaq 36%.
36% olur D variantı. O qədər çətin sual deyildi uşaqlar. Biz bunlardan çətindən işləmişik. Deyir, ifadənin qiymətini hesablayın. Nə görürəm? Kəsirlər görürəm, mötərizələr görürəm. İndidən onu deyim ki, uşaqlar, mötərizəli bu tip suallarda uşaqlar bəzən hazır cavab əzbərləyirlər. Deyirlər ki, birinci mötərizədən nə, ikinci mötərizədən çıx və yaxud da nə bilim neyinə. O tip şeylər konkret əzbər tələb eləmir uşaqlar. Niyə? Çünki hər zaman əzbərlədiyin üsul işə yaramaya bilər. Niyə? Çünki burada kəsirlərin necə düzülməsi çox vacibdir. Sənin kəsirlərin düzgün kəsildirmi, düzgün olmayandımı, birdən mi çıxıb, yoxsa biri mi çıxıb? Bu tip şeylər dəyişir vəziyyəti. Ona görə nə edirsiniz? Birinci növbədə hər bütün mötərizələrin içini hesablayırsınız. 1-dən 9-da 1 çıxıram, nə olur? 9-dan 8 olur, vurulsun. 1-dən 9-da 2 çıxıram, olur 9-da 7, vurulsun. 1-dən 9-da 3 çıxıram, olur 9-da 6. Bu şəkildə davam eləyir. Son olaraq 1-dən 9-da 25 çıxılır. Uşaqlar, fikir verin, sürətlər 1, 2, 3, belə arta gedir, son olaraq gəlib çıxıb 25-ə. İndi yaxşı, mən bundan öncəki mötərizəni yazmaq istəsəm. 1 çıx, 9-da 24 yaza bilərəm. Yaza bilərəm. Onda belə çıxır ki, mən sondan bir öncəki mötərizənin qiymətini hesablaya bilərəm. 1-dən 9-da 24 çıxanda aydın məsələdir ki, bunun ortasında artıq bir mənfilər yaranıb. Bu belə deyək, 25-ə gələnə qədər sürət arta gedib 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olub uşaqlar. O şey gözdən qaçmasın. Bundan daha öncəkini bəs yazsam, 1 çıx, 9-da 23 düzdür. Belə 1 çıx, 9-da 22, belə azalda gedəcəksiniz hər dəfə sürət 22, 21, 20 və s. azalda gedirsiniz, ən axırda gəlirsiniz 1 çıx, 9-da 9-a. Yəni ki, uşaqlar, bu ortada gördüyünüz nöqtə elə belə şey deyil. O nöqtələr əslində nəyi göstərir? Aralarda olan bütün mötərizələri sən nəzərə almalısan, bunu göstərir. Ortada özü çıxmadır. Çıxma varsa, biraz daha təhlükəli bir şeydir. Yəni, toplama olsa, okey. Çıxma varsa nə olur uşaqlar? Ortalarda əslində 1 çıx, 9-da 9 mötərizəsi də var. Və bu mötərizənin qiyməti sən bilirsən ki, 0 eləyir. Ona görə də ortadakı vuruqlarımızın biri 0-dır. Hə, nə olsun ki, 0-dan sonra, misal üçün deyirəm, indi bir neçə sonra, atdım sonra, orada olub, demək, mənfi, bunun qiymətini deyirəm uşaqlar, baxın. Mənfi, heç bunu hesablamayam, birbaşa bunlara baxaq. Demək, çıxanda nə eləyir? 15. Mənfi 9-da 15, düzdür. Daha sonra, ondan sonra nə var? Son mötərizəmiz var. O da olur mənfi 9-da, 25-dən 9 çıxırıq. 16, düzdür. Bu şəkildə. Yəni, nə demək istəyirəm? Fikir verin, müsbət kəsirlər, ortada 0, sonra mənfi kəsirlər. Yəni ki, ortada 0 vuruğumuz olduğuna görə qiyməti olacaq bunun 0. Çox maraqlı sualdır. Uşaqlar həmişə səhv edir demək olar ki. Deyir ki, 5-ci sualda bizə tənasüb verib, iki nisbətin bərabərinə tənasüb deyirdi. Aşağıdakılardan hansı doğru deyil? Sən bu tənasübü çarpı suranda görürsən ki, AD hasili bərabər olur BC hasilinə. İndi variantlarda yoxlamalısan ki, hansı doğrudur ya da hansı doğru deyil. Bizdən doğru deyil istəyir. A variantına çarpaz vuranda AB bərabər CD alıram. Bəli, elə bu doğru deyil. Bunu götürə bilərik. Çünki doğru olmayan istəyir. B variantına baxsa çarpaz vuranda ADBC alınır. Burada ADBC alınır. ADBC, ADBC hamısında alınır uşaqlar. Sadəcə çarpaz vuranda bir dənə A variantına səhv şey alındı. 6-cı sual. AB'yə paralel olarsa. Şəkilə əsasən alfa bucağını tapın. Uşaqlar, əzbər düstur falan öyrənməyə ehtiyac yoxdur. Götürürsən yarımçıq olan paralel xətti uzadırsan. İndi burada bir dənə üç bucaq yarandı. Sevinmək lazımdır. Nə edirik? Buradakı 70 dərəcədən başlayaq məsələn. Bu 70 dərəcə nədir? Bir bucaqdır. Onda uşaqlar, mən iddia edirəm ki, burada 70-dir. Niyə? Nə gözəl çəkdim. Sildim bütün. Hə, burada 70-dir deyirəm. Niyə? Çünki onlar uyğun bucaqlardır. Yanına yazıram. Bunların arasında nə var? Uyğun bucaq əlaqəsi var. Çünki uyğun bucaqlar bir-birinə bərabər olurdu. Eyni zamanda 60 ilə qarşılıqlı bucaq olduğuna görə burada 60 dərəcə yaza bilərəm. İndi nə alındı burada? Bir dənə üç bucaq alındı. O üç bucağı fokuslanın. Biz nə demişdik? Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcə olurdu. Ona görə də yazıram ki, 60 üstə gəl 70 dərəcə, üstə gəl alfa bərabər 180 dərəcə verməlidir mənə. Buradan da alfa alınacaq 50 dərəcə. 50 dərəcə D variantı. Alfanı soruşur, dələ. Həmişə şərtdə fikir verin nəyə soruşmağına. Sürəti 1-ə bərabər olan adi kəsirlərə alikvat kəsirlər deyilir. K-nın neçə qiymətində bu düzgün kəsirinin qiyməti alikvat kəsirə bərabər olar.
Bu burada deyir ki, sən düzgün kəsir. Aha, demək bu kəsir düzgün kəsirdirsə, sürət məxrəcindən kiçik imiş. Yəni K 24-dən kiçik imiş. Sənə dedi ki, sürəti 1-ə bərabər olsun. 1-ə bərabər olsun deyirsə uşaqlar, nə demək istəyir sizə? Onu demək istəyir ki, bu sürətdəki K dönüşsün olsun 1. Bunu necə başa düşmək olar? Yəni necə ola bilər ki, K bölü 24 kəsir dönüşsün olsun sürəti 1, indi məxrəcidə hər nədirsə. Onda olar ki, K-ya ixtisar gedərsə. Bəs yaxşı, məxrəcdəki 24-ü K-la ixtisar aparmaqdan ötürü biz K-nı nə seçə bilərik? K-nı 24-ün bölənləri seçə bilərik. Elə K-nı 1 götürə bilərik uşaqlar. 1 özü də çünki 24-ün böləndir. 2 ola bilər. Sonra 3 ola bilər, 4 ola bilər, 6 ola bilər, 8 ola bilər, 12 və son olaraq 24 ola bilər. Bu arada bilirsiniz yəqin ki, 1, 2, 3, 4-ə qədər özüm bir-bir düşünürəm. Daha sonrası simmetrik gedir. Məsəl üçün 4 ilə 6-nın hasili 24-dür, 3 ilə 8-in hasili 24-dür, 2, 12 və 1, 24-ün hasili 24-dür. Aha. K-nın neçə qiymətində deyir? Fisioda tapdıq da 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə qiymət olmuş olur. Hə, bir də sual yarana bilər ki, bəs olan əksi falan yox uşaqlar. Yadda saxlayın, biz demişdik ki, kəsirlərdə adi kəsir nədir? Adi kəsirdə sürət də məxrəclə natural ədəd olmalıdır. Yəni ki, adi kəsirə mənfi olmur çocuklar. Bunu yadda saxlayın. Və adi kəsirə iki cür olurdu. Bir var idi düzgün olan, bir də var idi düzgün olmayan. Yəni ki, düzgün olan, düzgün olmayan söhbət adi kəsirə aiddir. Adi kəsirdə heç vaxt mənfi olmur. Okay. Sonra burada açıq suallar vermişəm uşaqlar. Sadəcə PDF-də birazcık qarışıqlığı var. Məsəl üçün biraz açıq suallar başlayır, ondan sonra təkrar qapalılar falan var. Çünki o sualları sonradan görüb əlavə eləmişəm, xoşuma gəlib deyə. Deyir ki, A ilə B bir-birindən düz mütənasib asılıdır. Lap yaxşı. A 16 olanda B 12 olubmuş. Yazıram 16 olanda. Qarşısından qoyuram B 12 olub. Deyir ki, A 18 olanda B nə olar? Əgər A, B bir-birilə düz mütənasib asılıdırsa, B bərabər sual. Düz mütənasib asılıdırsa uşaqlar nə olur? Biz onu çarpaz şəkildə vururuq. Yəni, sual işarəsini yəni x qoyuram. 16 vur x bərabər olur 18 vur 12-yə. X-i tapmaq üçün nə baş verəcək? 18 vur 12-ni bölməliyəm 16-ya. 4-ə bölək 3, 4-ə bölək 4. Burada son olaraq 4 ilə 18-i 2-yə ixtisara aparaq. Olacaq 9 vur 3 böl 2. Yəni 27-ni 2-yə böləndə 13,5. Sualımızın cavabı 13,5. Qarışdırmayın uşaqlar, onun kəsir almasına görə narahat olmayın. Çünki siz bilirsiniz ki, düz mütənasibə çarpaz vurmaq lazımdır. 9-cu sualda deyir ki, cüt kəsişən 3 düz xəttin əmələ gətirdiyi şüaların sayını tapın. Birinci növbədə bunun 2 düz xətt olan versiyasını sizə göstərim. Əgər cüt kəsişən 2 düz xətt deyirsə, aydın məsələdir ki, bunlar bir nöqtədə kəsişirlər və alınan şüalar görünür də. 1, 2, 3, 4, 4 dənə şüa olur uşaqlar. İndi 3 dənə də düz xətt kəsişərsə, təbii ki, şifayədən bilirik ki, 3 dənəni vuracaq nəyə? 4-ə olacaq 12. Amma bunun vizual olaraq sizə qaydasını göstərmək istəyirəm. Çünki nə olur, nə olmaz, lazımdır bu sizə. Demək, bir dənə düz xətt çəkdim. Sonra o birini çəkdim. Kəsişdirdim bunları. İndi üçüncünü çəkirəm. Üçü də bir yerdə kəsişdi. Cüsür kəsişmə bu deməkdir. Yəni üçü də kəsişdin. İndi burada kəsişmə nöqtələrinə baxın. Nöqtənin biri budur. Deyək ki, A nöqtəsi olsun. Biri budur, B nöqtəsi. Biri də bu, C nöqtəsi. Yəni üç bucaq yaradır da. Cüt kəsişən üç düz xətt. İndi hərəsindən çıxan şüalara baxaq. Məsələn, başlayıram A-da. A-dan neçə şüa çıxır? 1, 2, 3, 4. 4 dənə. B-dən 1, 2, 3, 4. 4 dənə. C-dən 1, 2, 3, 4. 4 dənə. İlkin olaraq təbii ki, 3 dənə 4-ümüz var deyə onların cəmi eləyəcək 12. Bu sualın cavabı olacaq 12. Baxaq 10-cu suala. Ardıcıl 2 natural ədədin əbobu ilə əkobunun cəmi 73-dür. Ardıcıl 2 natural ədəd deyəndə nə başa düşürük? Misal üçün, biri n-dirsə, o birisi olur n plus 1. İndi onlar bir-birindən necə ədəd olur? Qarşılıqlı, sadə. Və qarşılıqlı sadə ədədlərin əbobu əkobu ilə bağlı biz nə bilirik? Əgər bizə deyirsə ki, bunların əbobu əkobu demək 73-dür, cəmi daha doğrusu 73-dür. Biz belə yaza bilərik. Açıq sualdırsa, imtahanda da belə yazmalısınız. N-dən n plus 1 bərabər 73 və n-dən n plus 1-in əbobunun yerinə qarşılıqlı sadə olduqları üçün 1 yazırıq. Əkobunun yerinə isə onların hasilini yazırıq. N vur n plus 1.
bərabər 73. İndi təbii ki, n vur n plus 1 hasili burada nə olmalıdır? 72 olmalıdır. İndi hansı iki ədəd tanıyırsınız ki, bir-birlərindən ardıcıl ədədlərdir və hasili 72-dir? Təbii ki, uşaqlar burada n 8-dir. Çünki 8-i özündən bir vacib olan 9-a vuranda 72 gedir. Bizdən soruşur bu ədəddən kiçik. Kiçik elə n olduğu üçün cavab 8 olur. Əgər böyüyünü sorsa cavab 9 olardı. 11. A və B çoxluqlarını verib deyir ki, birləşmə ilə kəsişməsinin deyir elementlərinin sayının fərqini tap. Nə edirsən? Bunun üçün birləşməni yazırsan birinci növbədə A birləşmə B. AB birləşməsi nə deməkdir? Açıq sual olduğu üçün mən detallı izah edirəm, nəzərinizdə olsun. Birləşmədə 1, 2, 3, 4, 5, 6, 7 və 8 ədədlər iştirak edir. Bir də var kəsişmə. Kəsişmədə isə iştirak edir nələr? Ortaqları bunların nədir? 3'dür. Başqa 5 var, bir də 7 var, düzdür? İndi burada neçə element var? Belə yazaq da, n A birləşmə B bərabər. Qabağında n yazanda artıq elementlərin sayını göstərir. 1-dən 8-ə qədər ədədlərin hamısı var deyə 8 dənə. Bir də var kəsişmə. Kəsişmədə də gördüyünüz kimi 3 dənə element var. Onların fərqi 8 çıxı 3 bərabər 5 olacaq. Hansı ədədin 3'də 2 hissəsi 84 ədədin 7'də 5 hissəsinə bərabərdir? Hansı ədəd? Bilmirəm. X deyirəm onda. X-in 3'də 2 hissəsi bərabər olur 84'ün 7'də 5 hissəsinə. Yəni x vur 3'də 2 bərabər olur nəyə? Burada 7 ilə 84'ü ixtisar apara bilərsiniz, 12 düşəcək. 12'nin də 5 oranında 60. Demək, tənliyə görə 2x bərabər 180 olmalıdır. X də olur 90. Demək ki, 90 ədədimiz imiş həmin ədədimiz. 13-cü sualda deyir ki, alfa və beta bucaqları uyğun tərəfləri paralel olan bucaqlar olarsa. İndi yaxşı bir şey var. Uyğun tərəfləri paralel olan bucaqlarla bağlı biz nə bilirdik? Deyirik ki, onların cəmi ya 180 olur ya da ki bir-birinə bərabər olurlar. Yəni bu iki halda mümkün idi. Əgər eyni adlı bucaqlardılarsa, bir-birinə bərabər idi. Müxtəlif adlı bucaqlar idilərsə, o zaman cəmi 180 olurdu. Bəs eyni adlı müxtəlif adlı nə idi? Eyni adlı hər ikisinin ya iti ya da hər ikisinin kör olması idi. Müxtəlif adlı isə birinin iti, birinin kör olması idi. Zaten burada səndən soruşur ki, x-in mümkün qiymətləri cəmini tap. Yəni konkret sən demir ki, bunlar hansı şərt ödəməlidir. Yəni ona görə də həm eyni adlı, həm müxtəlif adlı kimi yanaşmalısan. Birinci hal. Birinci halda götürürsən alfa və beta bir-birinə bərabər yazırsan. Yəni 5x çıx 16 bərabərdir. 3x üstə gəl 20. Dərəcə şairlərin üstə qoymağı unutmayaq. Olacaq 2x bərabərdir 36 dərəcə. Yəni x bərabər oldu 18 dərəcəyə. Birini tapdıq. Keçək ikinci hala uşaqlar. İkinci hala görə bunların cəmi, alfa və betanın cəmi 180 dərəcə olmalıdır. Onda yazırıq. 5x çıx 16 dərəcə üstə gəl. 3x üstə gəl 20 dərəcə. Bərabər 180 dərəcə. Yəni 8x bərabər olur. Bunların cəmi 4'dür. 4'ü sağa keçəndə 176 dərəcə olacaq. X də bərabər olur 22 dərəcə səhv eləmirəmsə. Aldıq 2 dənə 22 və 18. X-in mümkün qiymətləri cəmini soruşur. Yəni mən nə etməliyəm? 18 dərəcə ilə 22 dərəcəni toplamalıyam. Bu da verəcək 40 dərəcə. 40 dərəcə. Cavab olacaq 40 dərəcə. 14. Diaqram bir neçə il ardıcıl şəkildə düşmüş suallardır uşaqlar. Bu natural ədədlərlə bağlı diaqram sualları. Deyir ki, diaqramda A ədədinin sadə vuruqları və onların sayı verilib. A ədədindən kiçik və A ədədi ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapın. Birinci növbədə sən A ədədinin sadə vuruqlar ayrılışını düzməlisən. 2 vuruğu var, 3 vuruğu var, bir də 5 vuruğu var. Hərəsindən neçə dənədir? 2-dən görürsən ki, 3 dənədir. 3-dən elə 1 dənədir. 5-dən isə 2 dənədir. Və sən bilməlisən ki, A ədədindən kiçik və A ilə qarşılıqlı sadə olan ədədlərin sayını necə tapırdıq? Düstur belə idi. A vur 1 çıx 1 böl A. Vur 1 çıx 1 böl B. Vur 1 çıx 1 böl S. İndi bizdə ABC uyğun olaraq aşağıdakı 2, 3, 5'lərdir. Yəni burada heç qüvvətlərin bizə köməyi olmayacaq. Ədədin özü sadəcə lazımdır bizə. Yazıram nə? Ədədin özünü belə hesablayaq da. 2'nin üstü 8'dir. Vur 3, vur 25. Belə də qalsın uşaqlar. Bir də vurmağa ehtiyac yox. Yəni yazaq elə 24 vur 25 kimi qalsın. Birdən uşaqlar 2'də 1 çıxıram. Eləyir 2'də 1. Sonra 1'dən 3'də 1 çıxıram. 3'də 2 eləyir. Sonra 1'dən 5'də 1 çıxıram, 5'də 4 eləyir. İndi başlayıram ixtisar proseslərinə. 2'lər getdi. Burada 5 ilə 25 gedər, bir dənə 5 qalar. 3 ilə 24 gedər, 8 qalar. Səhv eləmirəmsə hər şey hazırdır. 8 vur 5 vur 4 qaldı. 40'ı da 4'ə vuranda olur 160.
Cavab olur 160. Euler Venn diaqramında hər bir hissəyə aid olan elementlərin sayı verilib. Yalnız bir çoxluğa daxil olan elementlərin sayı 18 olarsa, uşaqlar, yalnız bir çoxluğa daxil olan elementlərin sayı nə deməkdir? Baxırsan şəklə diqqətlə. Məsələn, 2 dənə çoxluqdur. Bunların hər ikisinə, daha doğrusu 3 dənə çoxluqdur uşaqlar. Birini AB, birini içəridə C verib, o gözdən qaçmasın. ABC-nin hər üçünə aid olan, hər üçün kəsişməsi budur. Yəni yalnız bir çoxluq deyəndə uşaqlar. Sən nəyə başa düşməlisən? Elə şey başa düşməlisən ki, o sadəcə bir çoxluğa aid olsun. Misal üçün deyirəm, K-1 var ya burada. Bu hər üçünə daxil olandır. Yazıram hər üçü. Sonra K plus 1 görürəm burada. K plus 1 həm A, həm C çoxluğunun içindədir. Ona görə 2 çoxluğa daxildir bu. Sonra nə var? Məsələn, K bölü 2 var. K bölü 2 də həmçinin uşaqlar. A çoxluğunun içindədir. Bir də B çoxluğunun içindədir. C-yə aid deyil. Bu da ona görə 2 dənə çoxluğun içindədir. Sonra nə qaldı? K plus 2-yə baxın. K plus 2 uşaqlar yalnız bir çoxluğun içindədir. Eyni zamanda K yalnız A çoxluğun içindədir deyə bir dənə çoxluğun içərisində sayılır. İndi sənə də deyir ki, yalnız bir çoxluğa daxil olan elementlərin sayı 18-dir. Demək nə eləməlisən? K ilə K plus 2-ni toplayıb 18 eləməlisən. Buradan 2K-nı 16 alırıq. Onda K olur 8. Mənə deyir ki, yalnız 2 çoxluğa daxil olan elementlərin sayını tap. Yəni, bundan bunu toplamalıyam. Əgər K 8-dirsə, aydın məsələdir ki, K plus 1 nə olacaq? 9 olacaq. K bölü 2 də 4 olacaq. Son olaraq 9-dan 4-ü toplayırsınız. Çünki səndən cəmini istəyir, sayını istəyir. Olur cavab 13. Bu suallar çox maraqlı uşaqlar. Xoşum gəlmə. 16-da deyir ki, əbəb AB 5-dir. A-nın B-yə nisbətdə budur. Lap yaxşı. İndi bu nisbət vasitəsilə biz onları tapa bilərik də. A bölü B söhbətini. Demək, bu qarışıq dövr olunub kəsirdir. Məxrəcdə mötərizənin içindəki ədədin rəqəmlərinin sayı qədər 9 yazılır. Arada olanın rəqəmlərin sayı qədər 0 yazılır. Sürətdə isə vergüldən sonra gördüyün bütöv ədəddən arada qalanı çıxırsan. Yəni ki, 90-da 24. Okey. İndi nə eləmək olar? 6-ya ixtisar gedir də, düzdür. 6-ya ixtisar gedəndə 4 qalır. Bunu 6-ya ixtisar aparanda nə alınır? 15 alınır yəqin ki. Düz dedimsə. İndi bu belə qalsın. Demək, A-nı, B-ni mən uyğun olaraq 4K, 15K götürə bilərəm. Və bizə əbobu verib 5. Demək, nə eləmək lazım uşaqlar? Yazıram əbob. AB-ni yerinə yazıram 4K, 15K bərabər 5. Yaxşı, bir şey deyək. Əbob nə idi? Əbob ortaq olanlar deyil. Yəni, sən onsuz da bu 4K və 15K-dan ortaq sadəcə və sadəcə zaten K-nı götürə bilərsən. Demək, K ilə 5 imiş. Məndən də soruşu olan əkobunu yazıram. Əkob kimlə kim? K artıq 5 olduğuna görə normalda mən bax 4K-nın 15K-nın əkobunu tapmalıyam. Və bilirəm ki, K ortaq vuruq deyə qabağa çıxır. Olur. Əkob vurulsun. 4 ilə 15, düzdür. Və K artıq 5-dir. Əkob 4 ilə 15-dir. 4 ilə 15 bir-birinə qarşılıq sadədə olduqları üçün əkob onların hasilidir. Yəni 4 vur 15. 4 vur 15 nə deməkdir? 60 deməkdir. 5-i 60-a vururuq, olur 300. Cavab olur 300. Davam edirik 17-ci sualla. 7-dəki hissəsi 32 olan ədədin 1,5%-ni tap. İndi nə edirik? 7-dəki hissəsi 32-dirsə, belə yazırıq da. Ədədimiz kimdir bilmirəm də. Ədədim olsun x. X-in əgər 7-dəki hissəsi 32-mişsə, mən buradan 2 ilə 32-ni ixtisar aparıb x bərabər 16 vur 7 tapa bilərəm. 4 yadda 112. Demək, x-im 112-dir. Mən də deyir ki, ədədin 5%-ni tap. Yəni 112-ni 5-ə vurub 100-ə bölməliyəm. Dünyanın ən asan sualı falandır hər halda bu. Demək, kimləri ixtisar aparaq? İxtisar aparmaq zorunda deyildik bu arada. Nəysə. Burada olur 20, 112-ni də 20-yə böləndə ixtisar eləyə ən gözəl 2-yə. 2-yə ixtisar gedəndə 56 böl 10 olur. Yəni 5/6 olur. Sonra nə baş verir? Cavab olur 5/6. Keçirik 18-ə. Deyir ki, düzbucağın üçbucağın iti bucaqlarına bir 30 dərəcə olarsa, hipotenuzu da 12 olarsa, kateti tap. Demək, çox oxşamasa da şəklin. Bu düzbucağı üçbucaqdır. Qoy daha geçəcək. İti bucaqlarından biri 30 dərəcədir. Məsələn, bura 30 dərəcədir. Sən dərhal bilməlisən ki, demək o birisi 60 dərəcəymiş. Hipotenuz 12 verilib. Uşaqlar, indi bir şey var. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısı olurdu deyə oldu bura 6. 60-ın qarşısındakı isə digər katetin, yəni bunun
kökdə 3 hissəsidir. Yəni bu da 6 kökdə 3-dür. İndi məndən soruşulur kiçik katet. Kiçik katet hansıdır? Təbii ki 6-dır. Kiçik katet ümumiyyətcə hər iki kadeti tapmaq zorunda deyilsiniz. Kiçik kadet təbii ki kiçik bucaq qarşısında durandır. Kiçik bucaqda 30 olduğu üçün 30'un qarşısında duran olur. Bir-biri ilə əlaqəli olan 3 dişli çarxın dişlərinin ümumi sayı 81-dir. Birinci çarx 45 dəfə dönərkən, ikinci çarx 60, üçüncü çarx isə 90 dəfə dönür. Kiçik çarxın dişlərini tapın. Bu topluluqda olan məsələlərdəndir. Uşaqlar, bu məsələdə nəyi bilməlisiniz? Burada bir-biri ilə əlaqəli olan şərtini verib. Yəni bu şərt əgər verilməsəydi, biz bu məsələni yaza bilməzdik. Biraz fisklə əlaqəli məsələdir. Demək nə edirik? Bizim 3 dənə dişli çarxımız var. Bunlar bir-birinə əlaqədardır. Məsəl üçün deyirəm, indi şəkli çox detallı çəkə bilməsəm də, ta ki bunun dişi budur. Bu birisi bununla əlaqəlidir. Bu birisi də bununla əlaqəlidir. Bu formada indi mən dediyim kimi çox qəşəng çəkə bilmirəm. 3 dənə burada nədir? Dişli çarx var. Dişlərin ümumi sayı 81. İndi yaxşı, mən nə edeyim? Nə məsləhət görürsünüz? Məsələn, XY falan, XYZ deyim də dişlərin sayına. Yazıram bura dişlər. Dişlərin sayı uyğun olaraq olsun XYZ tutaq ki. İndi deyir ki, ümumi sayı 81'dir. Demək ki, bu XYZ-in cəmini 81 götürə bilərəm. Sonra deyir ki, birinci çarx 45 dəfə dönəndə, ikinci çarx 60, üçüncü çarx isə 90 dəfə dönür. Onlar nədir? Bəs onlar fırlanma saylarıdır, dönmə saylarıdır. Yəni yazıram ki, buradan fırlanma sayları olub uyğun olaraq birincidə 45, o birisində 60, o birisində 90. Yaxşı, indi bir şey bilməlisiniz. Bir çarxın nə qədər çox dişi varsa, o qədər az fırlanır. Çünki dişlərin sayı çox olduğuna görə, balaca olanların dişlərin sayı az, onlar tez-tez fırlanırlar. Daha çox dövr eləmiş olurlar, daha çox fırlanmış olurlar. Axı, dairə formasındadır bu çarxlar. Amma böyük çarxın dişlərin sayı daha çox olduğuna görə, başladığı nöqtədən o birisinə qaydana qədər çox vaxt keçmiş olur. Təbii ki, bu zaman əsnasında balaca çarxlar daha çox dövr eləyirlər, fırlanırlar. İndi sən nəyə bilməlisən? Eyni bir zaman keçir. Yəni ki, hər üç üçün keçən zaman eynidir. Məsələn deyirəm, biri 4 dəfə dövr eləyib, biri 6 dəfə dövr eləyibsə, fırlanıbsa, fırlanma sayı əgər bizim dişlərimizlə tərs mütənasibdirsə, onda mən belə yaza bilərəm də eyni zaman keçirək. Yazıram ki, bu 45 deyildi birinci. 45'i vuraram birinci dişimin sayına, yəni X-ə. Bərabər eləyərəm. 60'ı vuraram ikinci dişimin sayına, Y-ə. Bərabər eləyərəm. 90'ı da vuraram Z-ə. Burada bir məsələ var ki, hər üçünün burada əbabını tapıb ixtisar eləməlisən. Bu kənarda yazıram. O əslində şifahi bildiyimiz bir şeydir ki, 15'dir, amma yenə də yazıram. Əbab 45, 60 və 90 tapırıq. Bu da eləyir 15. Demək, 15'dir deyə hər tərəf 15'ə bölə bilərəm. Onda 3x bərabər 4y, o da bərabər 6z alınır. Okey, indi burada bir məsələ var uşaqlar. X, Y, Z-in hərəsi 3 dənə fərqli hərflərdir. Sən burada hamısını eyni bir dəyişəndən ifadə eləməlisən ki, burada cəmini 81-ə bərabər eləyib X, Y, Z-i tapa biləsən. Mən də bir dənə bunlara bərabər ta ki K deyirəm uşaqlar. Niyə K deyirəm? Çünki bir dəfə 3x-i K-ya bərabər eləyəcəm. Bir dəfə 4y-i K-ya bərabər eləyəcəm. Bir dəfə də 6z-i K-ya bərabər eləyəcəm. Başlayaq. 3x K-dırsa, x nə olacaq uşaqlar? K bölü 3. 4y K-dırsa, y olacaq K bölü 4. Əgər 6z K-dırsa, z olacaq K bölü 6. Okey, indi bu tapdığımız x, y, z-ləri cəmi 81 olan tənliyi də yerinə yazırıq. Yazaq. Necə yazaq? Yazaq ki, K bölü 3 üstə gəl, K bölü 4 üstə gəl, K bölü 6 bərabər olmalıdır 81. Təbii ki, orta məxrəc bunlara 12'dir. Olur 12'də 9K bərabər 81. Buradan da K'nı çarpaz vurub tapsaq, ixtisar aparsaq 108 alacaq. Demək, indi K 108'dirsə mən nəyi tapmalıyam? Deyir ki, kiçik çarxın dişlərini tap. İndi bizim dişlərimizin sayda X, Y, Z-də hansının kiçik olduğunu hələ ki bilmirik. Gərək onda bunların hamısını tapaq da. Yəni K bölü 3'ü, K bölü 4'ü və K bölü 6'nı. Yəni X, Y və Z-i. Bunları tapaq təbii ki. Bir dəfə 108'i 3'ə bölürəm, bir dəfə 108'i 4'ə bölürəm, bir dəfə də 108'i 6'ya bölürəm. Təbii ki də 108'i 6'ya bölürəm, daha kiçik alacaq. Ona görə də birbaşa bunu bölüb cavab səhv vermirəmsə 18 eləyir. 18 olur. Yəni ən kiçik çarxımızın dişlərin sayı 18. Yəni də bunları bir tapmaq ehtiyac yoxdur. Onsuz ən kiçik soruşur.
Belə. Sonra üçbucaq sualı. Oturacaq asi olan və yan tərəfi AB olan bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaq suallarını sevirdik. Adlandırıram A, B, C. Oturacaq asi 16 cm-dir. Yan tərəf AB isə 10 cm-dir. Bərabər yanlı üçbucaqdırsa burada 10 cm deyirəm. Deyir ağırlıq mərkəzindən. Aha, çoxunuz bunu soruşmuşsunuz. Ağırlıq mərkəzi nə deməkdir? Ağırlıq mərkəzi uşaqlar medianların kəsişdiyi nöqtədir. İndi medianlar çəkək də onda. Görək başımıza nə gəlir. Medianın birini çəkdim. Sən bilirsən ki, median bunu 5-5 olaraq böləcək. Çünki median qarşı tərəfi yarı bölür. Eyni zamanda çox gözəl oxşatmasam da biraz daha incə çəkməyə çalışırıq. 16-nı 2-yə bölüb 8-8 yazırıq. Eyni zamanda sonuncu medianımız da buradan keçsə, yenə də 5-5 olaraq böləcək. Deyir ki, ağırlıq mərkəzindən, yəni mediandan bu kəsişdiyi qırmızı nöqtədən C-yə qədər məsafəni tap. C haradır? Aha, C oradır. Demək, məndən bunu soruşur da, bu məsafəni istəyir. Tapaq da. Tapaq necə tapaq uşaqlar? Sən nə bilirsən? Bilirsən ki, bərabər yanlı üçbucaqda endirdiyin, təpədən oturacağı endirdiyin median həm də hündürlüdür. Onda belə bir iş görə bilərik də. Burada Pifagor yaradarıq. Necə yaradarıq? Məsələn, baxıram ki, burada bir dənə üçbucaq var. Düzbucaq, üçbucaq. Bu düzbucaq, üçbucağa görə diqqətlə baxın. Hipotenuz 10-dur, katetin biri də 8-dir. Digər katetdə Pifagora görə 6 qalır. Çünki hardan bildim onu? C kvadrat bərabər A kvadrat plus B kvadrat düsturuna görə. Hipotenuzumuz 10-dursa, katetimizin biri də 8-dirsə, burada o biri kateti tapanda 100-dən 64 çıxanda 36 eləyir. Yəni, digər tərəfimiz olur 6. Demək ki, burada 6'ymış. 6 neymiş şuralar? 6 bu hündürlüyün uzunluğudur 6. Və sən bilirsən ki, medianlar kəsiləndə 2-1 nisbətində bölünür. Ona görə birinə 4 yazıram, birinə 2 yazıram. Cəmi 6 eləyir də 2-1 nisbətində böldüm. Hissənin biri o birisinin 2 dəfə çox olmalıdır. Başqa sözlə desə 2K ilə K'nın cəmi 6 olmalıdır. 3K 6'dırsa K'ya 2 düşdü, 2K'ya da 4 düşür. Ona görə 4'ü 2 böldüm. Şifahi bir şeydir. Nə baş verir? Medianımızın biri hazırdır. Başqa nəyəm olar? O medianların kvadratları cəmi ilə bağlı düstur var. Əslində onu da işlədə bilərəm. Amma düşünürəm ki, ehtiyac yoxdur. Burada ən gözəli biz elə bura baxaq. Buradakı alınan düzbucağa, üçbucağa. Çox çətinə getməyə ehtiyac yoxdur. Burada bir dənə də bizim balaca düzbucağa, üçbucağımız var. Axı gözdən qaçmasın, xahiş edirəm. İndi bu düzbucağı, üçbucağın deyək ki, bu nöqtə 10 nöqtəsində OC tərəfini tapmaq lazımdır. OC-nin kvadratı bərabərdir 2-nin kvadratı üstə gəl 8-in kvadratına. Onda OC kvadrat nəyə bərabər olur? 4 üstə gəl 64-ə, yəni 68-ə. OC də bərabər olur kök altına 68-ə. İndi 68-i necə yaza bilərik? Təbii ki, 17 vur 4 kimi yaza bilərik. 4-dən sonra 2 çıxacaq, amma 17 özü kökün altında qalacaq çabalaya. Ona görə də olur A variantı. Anladıq da nəyi tapdıq? Bax, OC-ni tapdıq biz şuralar. Next. Deyir ki, 21-ci sualda bu ədəd ilə, bu ədədin əksinin bu ədədin kəsir hissəsini tap. Aha, bu ədəd ilə, yəni 4 plus kökdə 10 ilə bunun kəsir hissəsini. İndi bunun kəsir hissəsini necə tapırdıq? Biz deyirdik ki, biri toplananların biri rasional, biri irrasional olanda kəsir hissəsini tapmaq üçün kök altında olanın hansı iki tam ədəd arasında yerləşdiyini tapırsan. Kökdə 10, 3-lə 4 arasındadır. Və çarpaz şəkildə bunu götürüb yerinə qoyurduq. Olurdu 4 çıx kökdə 10. Demək, bu ədədin kəsir hissəsi 4 çıx kökdə 10. Bunların haisini soruşur deyə ortada vurma işarəsi qoyuram. Bu da uşaqlar müxtəsərə görə bir dəfə 4-ün kvadratı, bir dəfə kökdə 10-un kvadratı deməkdir. 4-ün kvadratı 16, kökdə 10-un kvadratı 10, çıxanda cavab olacaq 6. Həndəsən əsas anlayışlar. Deyir D1 D2-yə paraleldir və beta bucağı alfa bucağına 70 dərəcə böyüdür. Lap yaxşı. Biz alfa beta ilə bağlı nə bilirik şəklə baxanda? Görürük ki, bunlar açıq bucaq yaradıblar, yəni qonşu bucaqlar. Qonşu bucaqların, yəni alfa və betanın cəmi 180 dərəcə olmalı. Əgər mənə deyirsə ki, beta alfadan 70 dərəcə böyüdür, demək mən betanın yerinə alfa plus 70 yaza bilərəm. Onda alfa plus betanın yerinə alfa plus 70 yazıram bu tənlikdə. Görək başımıza nə gəlir. Olur 2 alfa bərabər, demək 110 dərəcə. Alfaya düşdü, 110 yarısı 55 eləyir. Nə istəyir məndən? Deyir, şəklə əsasən qammanı tap. Demək, bura 55-dir. Ora 55 isə çocuqlar. Bu da 55-in qonşusudur, 125-dir.
Biz qammanı müxtəlif üsullarla tapa bilərik. Evet, bu 125 tapmaya ehtiyac oldu. Buraya eğer alfa 55 ise burada 55'ti. Çünkü onlar birbirinden karşılıklı bucaqlarla. Biz de demiştik ki bu zigzag söhbətləri var idi. Deyirdik ki zigzaglarda solda qalandan sağda qalan cəmi birbirine bərabər. Yəni bu 55 ilə qamma sağda qalanlardır. 55 plus qamma. Bərabər olmalı nəyə? Soldakına. Yəni 2 qamma plus 4'ə. İndi dərəcələri üstdən yazım. Aha. İndi belə bir iş olur da. Demək 2 qammadan qammanı çıxırıq. Bərabər olur. 55 dereceden 4 dereceden çıxırıq. Olur qamma bərabər 51 dərəcə. Cavab olur 51 dərəcə. Başqa sözlə necə eləmək olar uşaqlar? Belə eləmək olar. Bunları silirəm. Demək, bura 125 ise bettamız. Onda burada 125'dir. Ora qammadırsa, burada 180 çıx qammadır. Çünki qonşudular. Bunu və bunu. Üçün toplayıb 180'ə bərabər eləyib, oradan da qammanı tapmaq olardı. Yadınıza gəldi. Dedik 3'ün cəmi 360. Daha doğrusu 180 dedim uşaqlar. Xatırlamadım. 180 demsə üzrlü sayın. 3'ün cəmi 360. Bu. 3'ün cəmi 360 götürüb yazırsınız. Üçbucağın tərəflərindən biri 7'dir. Diğeri 4'dür. Perimetrin ən böyük tam qiymətini istəyir. Birinci növbədə perimetr üçün uşaqlar 3-cü tərəfdə bilməliyik. Üçbucaq bərabərsizliyinin ən adi neytral halı, ən asan halı yəni nə idi? Deyirik ki, üçbucağın 3-cü tərəfi digər iki tərəfin fərqinin modulundan demək böyükdür, cəmindən isə kiçikdir. Tərəflərdən biri də 7 və 4 cm olduğu üçün belə bir bərabərsizlik qurdum. Yəni x 3 ilə 11 arasındadır. İndi əgər səndən perimetrin ən böyük qiymətini istəyirsən, sən 3-cü tərəfi də ən böyük götürməlisən, yəni 10 götürməlisən. Perimetr 3 tərəfin cəmidir. 7 4'ü zaten verib onu özümüz tapdıq. Toplayanda olacaq 21 C variantı. 24. Üçbucaq ABC BD tənböləni AE medianına perpendikulyardır. Baxaq, üçbucağımızı çəkirik. A, B, C. Biraz yerimiz balaca oldu. Kəşke qeyd açardım. Deyir BD tənböləni. BD tənböləninin rolu nədən ibarətdir? Bucağı yarı bölmək. Deyir AE medianına perpendikulyardır. Demək, burada bir dənə AE'dən median çəkməliyəm. Çox oxşamadı. Siz elə çəkərdik ki, kaş Allah xoş gedərdi. Biraz daha dik üçbucaq çəkməyə çalışın bu formada. Aslında hiç fərqi olmayacaq. Yine de eyni şey olsun. Neyse. O bizim için sorun değil. Hayatta belə sürprizler olur uşaqlar. BD tənbölən təxmini buradadır. AY'də mediandır. İndi biraz oxşadı hardasa. Biraz da olsa. Və bunlar perpendikulyarıymış birbirindən. Burada dərhal alfa yazırıq. Evimiz yıkılar yazmasaq. Deyir ki BC AB'nin 2 mislidir. Bu informasiya bizə vacibdir. AB'nin 2 mislidir. AB'ye məsəl üçün deyək ki x desək, BC bütöv olacaq. Nə olacaq bütöv? 2x olacaq uşaqlar. Demək, medianın rolu nədən ibarət idi? AY medianın daxil. Median qarşı tərəfi yarı bölür. Yəni 2x yarı bölsə arasında x düşəcək. İndi deyir ki, bunun olduğunu ispat elə. Necə ispat eləyərik? Necə görərik uşaqlar? Birinci növbədə burada bu tənbölən var. Burada isə bu median var. Sən də görürsən ki, medianlarla, zaten ispat artıq ortadadır. Medianla daha doğrusu, tənbölənimiz bizim perpendikulyardırsa, getdilər, onlar ortada düzbucaq üçbucaq yaratdılar, kəsişdilər. Eyni zamanda burada yarandı bərabər yanlı üçbucaq. Qoy onu belə rəyləyim. Bərabər yanlı üçbucaq. Uşaqlar, bu bərabər yanlı üçbucaqda sən nəyi görürsən? Görürsən ki, çəkilən hündürlük həm də tənbölən olub. Məsələn, bu nöqtəyə bir dənə h deyirəm. Sən yazanda isbatı belə yazırsan ki, BH həm tənböləndir. Hansı üçbucaq üçün? Üçbucaq ABY üçün. Qabağında belə yazaq. Üçbucaq ABY üçün BD həm tənböləndir, həm nədir? Hündürlüydür. Və bir üçbucaqda nə zaman ola bilər bu şey? Nə zaman hündürlüylə tənbölən h-la el üst-üstə düşə bilər? HML 3 ilə bir-birinə bərabər olanda təbii ki. Bu da hansı üçbucaq üçün keçərli idi? Bərabər yanlı üçbucaq üçün. Bərabər tərəfli direkt demək doğru deyil. Niyə doğru deyil? Çünki sən bərabər tərəfli də desən onsuz da o çıxacaq çıxmağına, amma bərabər tərəfli hələ hazır deyilik. Hələ bərabər yanlı olduğunu hələ bilirsən. Yəni ki, əminəm ki, AB əgər x-dirsə yazırsan, yəni
AB nədirsə, BY də ondan olmalıdır. Mən misal üçün deyirəm, AB-yə əgər x demişəmsə, BY də x olmalıdır. Bu arada sən x demək zorunda deyilsən, bunu yazsan kifayətdir. Hə. Fiso da buradan da alınır ki, əgər sonra deyirsən ki, üçbucaq ABC-də deyirsən ki, AY median olduğundan qısa yazıram. Median da bilirsən ki, qarşı tərəf yarıya bölür. Ona görə də BY YS-yə bərabər olmalıdır. Belə çıxır ki, YS də x-dir və onda ümumi şəkildə BS-miz nədir? X-dən x-in cəmidir. Yəni BY plus YS olduğundan x-dən x-in cəmidir 2x-dir. Beləliklə həqiqətən də almış oluruq ki, doğrudan da AB BS-dən 2 dəfə nədir? Böyükdür. Yəni hər şey o üçgəndə saxlı idi. Çətin deyildi uşaqlar. Deyir ki, 25-də A-nın hansı qiymətində xətti tənliyin həlli yoxdur. Uşaqlar, xətti tənliyi AX bərabər B formatında olan tənliyidir və onun həlli yoxdur şərti nə idi? O zaman həlli olmur, o zaman kök olmur ki, orada A sıfıra bərabər B isə sıfırdan fərqli olur. Bu şərt ödənməlidir. AB nədir? AX-nə misaldır, B isə sağda duran ədədimizdir. Bu tənliyə baxanda uşaqlar, sən görsən ki, x dağınıqdır. Bir tayı solda, bir tayı sağda. Olan hamısının x-lərini sola keçirməliyik. Yəni 4x-i sola keçirirəm. Bir də 2-ni sağa keçirib çıx 2 yazıram. Yəni olur x-i mötərizə xaricdən çıxaranda bu formada. İndi B onsuz da sıfırdan fərqlidir. Burada B 1-dir də, onsuz da sıfırdan fərqlidir. Sən burada sadəcə A-nın sıfır olmasını yoxlasan kifayətdir. Yəni A çıx 4-ü sıfıra bərabər eləyirəm. A dediyim budur da uşaqlar. A misal, x-nə misal. Alıram A-nı 4. Cavab olur A variantı. Düşünürəm ki, bu suallar hələ ki problemli deyil. Davam eləyək. Kəsirin məxrəcini irrasionaldan azad edin. Baş üstə. Məxrəci irrasionaldan azad etməkdən ötürü məxrəcin qoşmasına vururduq. Biri rasional, biri irrasional olan toplamalarda da qoşma onun ortadakı şahəsinin əks dəyişirdiyi o olurdu. Demək, bir çıx kökdə 2-yə vurub bölməliyəm həm sürət, həm məxrəc. Demək, aşağıda olur. Müxtəsərə görə 1-in kvadratı çıx kökdə 2-nin kvadratı. Sürətdə isə olur. Çox səliqəsiz yazıram misalın üstündən, üzrü sayın. Sürətdə isə əşdadda vurub açırsan. 3-ü bir dəfə vurursan 1-ə olur 3. Sonra 3-ü vurursan kökdə 2-yə çıx 3 kökdə 2. Sonra mənfi kökdə 2-ni 1-ə vurursan mənfi kökdə 2. Son olaraq mənfi kökdə 2, mənfi kökdə 2-yə vurub plus 2 yazırsan. Bərabər. İndi məxrəcimizə bir dənə fikir verək uşaqlar. Məxrəcdə 1 çıx 2 oldu. Sürətdə isə 3 üstə gəl 2 5 eləyir. Mənfi 3 kökdə 2-dən kökdə 2 çıxanda isə mənfi 4 kökdə 2 eləyir. Yəni 5 çıx 4 kökdə 2 bölünsün mənfi 1. Mənfi 1-ə bölmək olan yerini dəyişmək demək. Yəni ki 4 kökdə 2 çıx 5. D variant. 27 yenə üçbucaq sualı deyir ki ABD yəni bu bucaq. Deyir ki BCA-ya bərabərdir. BCA yəni bura bərabərdir. Lap yaxşı. Sonra deyir ki ora 50-dirsə ABC-ni tapaq. Tapaq, necə tapaq? Baxıram ki, burada nə baxıram, nə görürəm? Görürəm ki, bu üçbucaqda. Üçbucağımın xarici bucağını verib 50. İndi sizcə bura nə olmalıdır? Bura mən deyirəm ki, 50 çıx alfa olmalıdır. Niyə? Ona görə ki, üçbucağın iki daxili bucağının cəmi ona qonşulmaya xariciyə bərabərdir. Mən bura 50 çıx alfa yazmalıyam ki, alfa ilə toplayanda alfalar silah keçsin və çöldəki xarici 50-ni versin. Bizdən soruşulan bucaq ABC-dir. ABC bucağı da bucaq ABD ilə bucaq DBC-nin cəmidir. Ona görə də buranın alfası silindi. Ona görə də alfa ilə 50 çıx alfanı toplayıram. Alfalar onsuz islah gedəcək. Cavab olacaq elə 50 dərəcə. Çox maraqlı sual idi uşaqlar. Sadəcə hər şey bu üç bucaqda gizli idi. Bu üç bucaq. 28. Adi tənböləndirsə lap yaxşı. AD BD-yə bərabərdirsə eyni zamanda. Bura nədirsə, bura ondan. Yaxşı uşaqlar. Burada demək bərabər yanlı üç bucaq alındı. Bərabər yanlı üç bucağı oturacağı biçi bucağı eynidir. Burada alfa olmaq zorundadır. Əla. Demək mən alfaları tapa bilərəm də. Çünki üç bucağın daxili bucaqların cəmi 180 olmalıdır. Düzdür. Onda yazıram ki, alfa üstə gəl 80 bərabər 180 olmalıdırsa. Alırıq ki, 2 alfa gərək 100 dərəcə olsun. Alfaya da düşür 50 dərəcə. Demək bunların hamısını silib yerini yazıram 50. Bu da 50'dir, bu da 50'dir, bu da 50'dir. Bizdən nə soruşulur? X aradı. X buradır. Uşaqlar, X-i hər yerdən tapa bilərsən. Məsələn,
Bura 50'dir, bura 100'dür. İkisi bir yerdə 150 elədir. Burada 30 olmalıdır. Bu cür tapa bilərsən. Cəmi 180 söhbətinə görə və yaxud da belə də baxa bilərsən. Baxırsan buradakı üçbucağa. Bu üçbucağın iki daxili bucağının cəmi ona qonşu olmayan xariciyə bərabərdir. Yəni 80-ə. Ona görə x buradan da 30 alına bilər. Sonra sonuncu sualımıza gəlib çıxdıq. Deyir, çox əzizin standart şəklə gətirin və x kvadratının əmsalını tapın. Yəqin ki, burada çıxma işarəsidir. Standart şəklə necə getiririk bunlar uşaqlar? Vurub açaraq getiririk. Demək, əvvəlcə x kvadratın 6x-ə vururam, olur 6x kubu. Sonra nə edirəm? 6x kvadratını 7-yə vururam, özü mənfidir. Mənfi 7x kvadrat. Sonra 2x-i 6x-ə vururam, olur 12x kvadrat. Sonra 2x-i mənfi 7-yə vururam, mənfi 14x olur. Biraz toparlayaq bunu uşaqlar. 6x kubu okeydir, bir dənədir. Burada mənfi 7-nin üstə 12 gələndə 5x kvadrat eləyir. Böyük işarəsi yazılır deyə. Bir də çıx 14x. Məndən soruşurdu, standart şəklə gətir, gətirdim. X kvadratın əmsalını tap, x kvadratın əmsalı olur müsbət 5. Çünki mənfi 7-nin üstə 12 gələndə müsbət 5 eləyir. Bu qədər uşaqlar, bu PDF-in də bütün suallarına baxdıq. Ümid edirəm ki, qaranlıq heç nə qalmadı sizin üçün. Yenə də nə probleminiz olarsa, hardasa problem qalıbsa, mütləq şəkildə mənə bildirin, təkrar izah edeyim. Hələlik.